Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz so do I, nice do I, qısa cavablar. Ən birinci gəlin quruluşa baxaq. So ilə quruluşda so-dan sonra ya köməkçi feil, ya modal feil, sonra isə mübtada gəlir. Həmçinin daha da deməkdir. Yaddan çıxartmayaq ki, birinci yerdə so-dan sonra köməkçi feil və yaxud modal feil mübtada axırda gəlir. Təsdiq cümlələrdən sonra işlədilir. Məsələn, I was late for work, mən işə gecikdim. So was John, həmçinin John da. Bunlar qısa cavablardır. Nice ilə quruluşda, eyni ilə nicedən quruluşda, nicedən sonra köməkçi feil və yaxud modal feil, axırda isə mübtada gəlir. Elə bu da həmçinin daha da deməkdir. Nice köməkçi feil və yaxud modal feil, axırda mübtada. İnkar cümlələrdən sonra işlədilir. I can't cook. Mən yemək pişirə bilmirəm. Nice can qeyd. Həmçinin qeyddir. Yəni, həmçinin qeyddir, yemək pişirə bilmir. Gəlin diqqətlə indi bunun qaydalarına diqqət edək. İkinci hissədəki fiili asan tapmaq üçün aşağıdakı ardıcılığa diqqət etmək lazımdır. Birinci qayda. Əgər bizim cümləmizdə bir feili varsa, ikinci hissədə, yəni qısa cavabımızda mütləq şəkildə bir feili də olmalıdır. Bir feilinin am, is, are, was, were, shall, will formaları. Məsələn, təsdiqdə Bakı is a beautiful city. Bakı gözəl şəhərdir. So is İstanbul. Həmçinin İstanbulda və yaxud İstanbul is to. Həmçinin İstanbulda. Cavablar eynidir, quruluşlar fərqlidir. Quruluşa diqqət edək. So-dan sonra köməkçi feil, to be feili is, sonra isə mübtada İstanbul. Amma to ilə veririksə cavabı artıq bizdə olmalıdır. Mübtada feil, axırda da to. To da yalnız təsdiq cümlələr üçün cavabda işlədilir. Gəlin bunun inkarına baxaq. Jill won't be late. Won't be late. Burada bir feilinin gələcək zaman formasıdır. Birinci köməkçi feilimiz will'dir. Ona görə də cavabda biz mütləq şəkildə will'dən istifadə etməliyik. Nice will her friends. Həmçinin onun dostları da. My sisters aren't sharp. Nice are hers. Həmçinin onunku da. Burada bizdə inkar cümlə olduğu üçün cavabı nice ilə vermişik. Amma diqqət edək. Will not be. Bu bir feilinin gələcək zaman formasıdır. Köməkçi feil will'dir. Ona görə cavabda da will işlətdik. My sisters aren't sharp. Burada bizdə to be feilidir, özüdür, indiki zaman formasıdır. Cavabda da onun özü işlədilir. Yəni, əgər sizin cümlənizdə to be feilinin hər hansı bir forması varsa da, mütləq şəkildə cavabda da to be feili istifadə olunmalıdır və cümlədə to be feili hansı zamanda verilibsə də, o zamanda da cavab verilməlidir. İkinci qaydamız, cümlədə modal feil varsa, ikinci hissədə, yəni qısa cavabda modal feil ilə ifadə olunacaq. Modal feillərimiz can, may, must, could, need, have to istisnadır. Have to haqqında ayrıca danışacağıq. Yəni, əgər bizim cümləmizdəki modal feilimiz can, may, must, could, needdirsə, elə cavabda da hansı modal feil verilibsə, o modal feillə də cavab verilməlidir. Məsələn, Mike can play the guitar. Mike gitarada ifa edə bilir. So can his brother. Həmçinin onun qardaşı da. Birinci yerdə so, sonra modal feil can, sonra isə mübtada. Mike couldn't speak English last year. Keçən il Mike İngiliscə danışa bilmirdi. Nice could Mark. Həmçinin Markda. Bizim feilimiz modal feildir, keçmiş zaman formasıdır. Mütləq şəkildə hansı zamanda verilibsə, cavabımız da həmin zamanda ifadə olunmalıdır. You needn't come here tomorrow. Sən sabah bura gəlməyə ehtiyacın yoxdur. Nice need I. Həmçinin elə mənimdə.
Cümləmizin modal fiili needdir. Cavabda da mütləq şəkildə need iştirak edir. Gəlin have to ilə verilən, modal fiil have to ilə verilən cümlələrə diqqət edək. They had to leave the party, so did we. Onlar partidə yığıncaqdan getməlidirlər. Həmçinin elə bizdə. Niyə cümləmizdə had to modal fiilidir, amma cavabda köməkçi diddir. Çünki biz bilirik ki, have to, has to, had to modal fiil özü nə sualını, nə də inkarını düzəldə bilmir. Have to yeganə modal fiilidir ki, özü nə inkarını, nə də sualını düzəldə bilmir. Have to modal fiilinin inkarını və yaxud sualını düzəltmək üçün biz do, does, did köməkçi fiilindən istifadə edirik. Ona görə də bizim cavabda biz so did we, did köməkçi fiilindən istifadə etdik. We have to take a taxi. Biz taksiyə minməliyik. So does Simon. Həmçinin Simon da. Does indiki zamandadır. Have to modal fiilimiz. Köməkçi fiili də indiki zamanda ifadə olunmalıdır. We don't have to get up early. Bizim tezdən oyanmağa ehtiyacımız yoxdur. Tezdən oyanmamalıyıq. Neither does Simon. Həmçinin Simon da. Görürük ki, bizdə inkarı da have to modal fiili özü düzəldə bilmir. Don't köməkçi fiilindən istifadə olunub. Cavabda da mütləq şəkildə köməkçi fiil ifadə olunmalıdır. Qayda 3. Cümlədə have fiili, have, has, had varsa iki hal mümkündür. Cavablarda iki hal mümkündür. Əgər bizim cümləmizdə have, has, had fiilindən başqa fiili varsa, ikinci hissə have, has, had'in özü ilə ifadə olunacaq. Bu nə deməkdir? Bu deməkdir ki, bu aiddir bitmiş zamanlara, perfect zamanlarına. Biz bilirik ki, perfect zamanlarında, bitmiş zamanlarda have, has və yaxud had köməkçi fiilində çıxış eləyir. Onların özündən sonra əsas fiilin üçüncü forması gəlir. Sadəcə olaraq daha aydın başa düşülsün deyə, çaşqınlıq yaranmasın deyə burada yazılır ki, cümlədə have, has, had fiilindən başqa fiil varsa. Yəni ki, bir daha deyirəm, əgər bizim cümləmizdə indiki bitmiş zaman, present perfect, keçmiş bitmiş zaman, past perfect zamanlarıdırsa, deməli burada have, has və yaxud had köməkçidir və onun özü köməkçi olduğu üçün cavabda da onun özü iştirak etməlidir. Məsələn, Nick has learned the rules. Nick qaydaları öyrənibdir. So has Molly. Həmçinin Molly də, yəni həmçinin Molly də öyrənibdir. Diqqət edək cümləmizə. Has learned. Biz görürük ki, has fiilindən sonra bir dənə də fiil gəldi. Bu, present perfect zaman formasıdır. Deməli, has burada bizdə köməkçidir. Köməkçi olduğu üçün də cavabı özü yarada bilir. My son has made progress in chemistry. So has mine. Diqqət edək, present perfect zaman forması has və üstəgəl əsas fiilin üçüncü forması. Has burada artıq köməkçi olduğuna görə cavabı da özü ilə düzələ bilir. I have passed my exam successfully, so has my brother. İnkar forması. I have never seen such a beautiful place. Have never seen. Present perfect zaman forması inkardır. Deməli, inkar cavab da istəyir. Neither have I. I haven't spoken with the delegation yet. İnkar formasıdır. Present perfect zaman formasıdır. Haven't köməkçidir. Spoken əsas fiildir. Yəni, biz görürük ki, have fiilindən sonra bir dənə də fiil gəlib. Deməli, have burada özü elə köməkçi olduğuna görə cavabda da özü iştirak edir. Neither have my friends. Cümlədə have, has, had fiilindən başqa fiil yoxdursa, ikinci hissə do, does, did ilə ifadə olunacaq. İndiki zaman üçün do və yaxud does, keçmiş zaman üçün did. Bu nə deməkdir? Bu deməkdir ki, əgər bizim cümləmizdə have fiili əsas fiildirsə, malik olmaq, var olmaq mənasında və yaxud have to, has to, had to modal fiildirsə, o özləri, onlar nə suallarını, nə də inkarlarını düzəldə bilmirlər. Onlardan ötürü köməkçi fiil lazımdır ki, sual və inkarı düzəltsin. Köməkçi fiil isə indiki zaman üçün do,
Keçmiş sadə zaman üçün isə did formasıdır. Məsələn, Fred has 3 lessons on Friday. Fredin 5-ci günlər 3 dərsi var. Var əsas feildir. Cavabı do ilə və yaxud does ilə verilir. Do və yaxud does olması bizim mübtadadan asılıdır. So do I, elə mən də. Mübtadam I'dır, ona görə də do köməkçi feil işlədilibdir. David has lunch at 12:30 on weekdays. Həftə günləri David saat 12:30-da qəlyanaltı edir. So does his friend. Həmçinin onun dostu da. Has lunch qəlyanaltı etmək. Burada have feili əsas feildir. Əsas feil olduğu üçün özü nə sualını, nə də inkarını düzəldə bilmir. Ona görə də köməkçi does feilindən istifadə etdik. Nəyə görə does? Çünki cümlədə cavabda mübtədamız his friend 3-cü şəxsin təkindədir. İnkar forması Fred doesn't have a lot of friends abroad. İnkar forması doesn't have. Cavabda neither do I. Elə məndə. Qayda 4. Cümlədə be, modal və have feil yoxdursa, İkinci hissə do, does, did ilə ifadə olunacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər bizim cümləmizdə be feili, hər hansı bir modal feili və yaxud have feili yoxdursa, deməli biz artıq bunlar bizim cümləmizdə əsas feil var. Əsas feillər isə bilirik ki, özləri inkarlarını və suallarını yaratmırlar. Ona görə də indiki zaman üçün köməkçi do, does, keçmiş zaman üçün isə did köməkçi feillərindən istifadə edirik. My sister sings well. Mənim bacım yaxşı nəğmə oxuyur. So does my brother. Həmçinin mənim qardaşım da. Sings, burada feil əsas feildir. O indiki zamandadır. İndiki zamanın isə sual inkarını do, does ilə düzəlir. Mənim qardaşım mübtadamız so-dan sonra 3-cü şəxsin tək olduğuna görə does köməkçi feildən istifadə olunub. My cousins played football. Mənim xalam uşaqları futbol oynayırdılar. Played əsas feildir, keçmiş zamandadır. Bu feilin sual inkarını did düzəldir. Cavabda deməli diddən istifadə etməliyik. So did we, elə həmçinin bizdə. Mary put much salt into the soup. Put keçmiş zamandadır. Nədən bildim keçmiş zamandadır? Ümumiyyətlə bu feil amorf feildir. Yəni ki, qaydasız feildir. Amma 3 formanın 3'ü də eyni formada qalandı. Put, put, put. Bunun indiki və yaxud keçmiş zaman forması olduğunu bilmək üçün mübtədamıza diqqət etməliyik. Mary burada 3-cü şəxsin təkindədir. Deməli, indiki zaman olsaydı puts olardı. Əgər s yoxdursa, deməli bu keçmiş zamandır. Cavabı da keçmiş zamanda verməliyik. So did our cook. They don't live in the village. Neither do we. Paul doesn't like football. Neither does his brother. They didn't phone yesterday. Neither did I. Gəlin inkar cavabların qaydalarına baxaq. İnkar cümlələrdə ikinci hissədə istifadə olunacaq feili tapmaq təsdiq cümlələrə nisbətən daha rahatdır. Not inkar ədatı hansı feili artırılıbsa, sadəcə o feildən notu atırıq, feili saxlayırıq. Gəlin bunu cümlədə ayırt edək. My sister didn't like the performance. Bizim cümləmiz inkardadır. İnkar isə nə ilə yaradıb? Köməkçi did və not ədatı ilə. Cavabda nə iştirak etməlidir? Not ədatını atırıq, qalır did. İnkar olduğu üçün A variantı neither did mine. Ümumiyyətlə biz bilirik ki, not ədatı cümlələrdə köməkçi feillərə əlavə olunur. Biz də axı qısa cavablarımızda köməkçi feillərdən istifadə edirik. Ona görə cümləmiz inkardırsa çox asandır bunu cavablarını düzgün müəyyənləşdirmək. Sadəcə olaraq not hansı cümlənin içində nəyə əlavə olunubsa not atılır, həmin köməkçi feil cavabda iştirak edir. Verilmiş cümlədə not ədatı didə əlavə olunub, ona görə də düzgün cavab A variantıdır. Qeyd 1. Verilmiş cümlə inkar olarsa, əgər bizim cümləmiz inkardadırsa,
so, to, also olan variantlar səhvdir. Variantda Ayşə və Nayzə axtarmaq lazımdır. İnkar cümlə üçün cavabları Ayşə və yaxud Nayzə ilə veririk. Qeyd 2. Verilmiş cümlə təsdiq olarsa, Nayzə, Ayşə, not, yəni don't, doesn't, didn't olan variantlar səhvdir. Variantda so, to və also axtarmaq lazımdır. Təsdiq cümlələr üçün cavablarımız so, to və also ilə verilir. Bunu yaddan çıxartmayaq. Qeyd 3. Nayzə olan variantlarda ikinci bir inkar olmamalıdır. Diqqət edək. They didn't phone yesterday. Cavab Nayzə, did I. Bizim köməkçi fiilimiz təsdiqdə verilib. Niyə? Çünki bizim cavabımızda Nayzə var. Nayzə özü inkardır. Artıq cümləni inkara salır. Həmin cümləyə biz ikinci inkarlıq əlavə edə bilmərik. Ayşə variantlarda əvvələ keçməməlidir. I have never heard such a music. I haven't Ayşə. Diqqət edək. Əgər biz inkar cümləyə Ayşə ilə cavab veririksə, ən birinci cümlənin özü inkarda gəlməlidir. Sonra isə Ayşə gəlməlidir. Ayşə əvvələ keçə bilməz. I have never heard such a music. I haven't Ayşə. Qeyd 5. Ayşənin özünü işləndiyi variantda da inkar olmalıdır. Mən artıq bunu dedim. We don't like fast food. They don't like it. Ayşə. Ayşə özü inkarlıq yaratmır. Ayşə inkar cümlələrin sonunda işlənir. Həmçinin da deməkdir. Qeyd 6. Yalnız but bağlayıcısı gələrsə, təsdiq cümlədən sonra inkar və əksinə İnkar cümlədən sonra təsdiq cümlə işlənə bilər. Niyə? Çünki biz bilirik ki, but bizdə ziddiyyət yaradır. Ona görə də əgər cümləmiz təsdiqdədirsə, amma cavabımız but ilə verilibsə, ziddiyyət yaratmaq üçün butdan sonra inkar cümlə işlətməliyik. Yox, əgər cümləmiz inkardadırsa, butdan sonra təsdiq forma işlətməliyik. Məsələn, I don't remember the author of the book. Don't remember. İnkarlıqdır. Cavab batdı. Deməli, bizdə təsdiq olmalıdır. But my sister does. I am capable enough to do this difficult task. Cümləmiz təsdiqdədir. Deməli, cavab but ilə verilirsə də, butdan sonra inkar gəlməlidir. But my sister isn't. Qeyd 7. Zaman dəyişməməlidir. Qətiyyən. Bizim cümləmiz hansı zamanda verilibsə də cavabımız da o zamanda istifadə olunmalıdır. She couldn't drive a car last year. Nayzə could I. Couldn't, could modal fiili keçmiş zaman, cavabda da mütləq şəkildə keçmiş zaman forması. Have to, has to, had to modal fiillərinə diqqət edək. Biz bilirik ki, onlar özlərinin sual inkarını yarada bilmir, cavablarını da özləri verə bilməz, ona görə də köməkçi fiildən istifadə olunur. Onların cavabı özü ilə deyil, do, did, does ilə verilir. They had to take a taxi, so did we. Had to keçmiş zaman formasıdır, deməli köməkçi də keçmiş zamandadır, did. She has to leave the party, so do I. Has to indiki zamandadır. Deməli cavabımızda da indiki zamanda köməkçi fiil iştirak etməlidir. Qeyd 9. Keçmiş və indiki zamanı eyni olan fiillərlə, artıq mən bunu sizə izah etdim. Cut, let, put, read, cost, burst. Diqqət edək. Bunların üç formasının üçü də eynidir. Həm məsdəri, həm keçmiş zaman formaları, həm də keçmiş zaman fiili sifət formaları. Diqqətli olmalıyıq biz burada. Bu fiillərin sonunda s varsa indiki zamandır və cavabı do, does ilə düzəlir. Yox, əgər bunların sonunda s yoxdursa, yəni söhbət s yoxdur deyəndə, söhbət burada gedir üçüncü şəxsin təkində. Deməli, bunlar keçmiş zamandadır və cavabı did ilə veriləcək. The flat cost me a lot of money. Cost, mənim mübtədam üçüncü şəxsin təkindədir. Flat, xəbərim, cost sonunda s yoxdur. Deməli,
Bu keçmiş zaman formasıdır. Cavabda did olmalıdır. So did always. Jane cuts her hair herself. Jane mübtədamız üçüncü şəxsin təkində, xəbərimizin sonunda s var. Deməli bu indiki zamandır. Köməkçi feil də indiki zamanda olmalıdır. So do I. Qeyd 10. Have feilinin əsas və köməkçi olmasına diqqət yetirək. Cümlədə have-dən başqa feil varsa, yəni bitmiş zamandadırsa, have özü artıq burada köməkçi feildir və cavabı özü ilə verilir. I have passed my exam successfully. So has my brother. Have passed. Have-dən sonra bir dənə də feil gəlib, deməli have özü cavabında iştirak edə bilər. Cümlədə have-dən başqa feil yoxdursa, have əsas feildir və cavabı do, did, does ilə verilir. Yəni ki, əgər bizdə have feili var, malik olmaq mənasındadırsa və yaxud modal formasıdırsa və yaxud sabit birləşmələrdə ifadə olunubsa da, artıq onun cavabında köməkçi do, does, diddən istifadə olunur. David has lunch at 11:30 on weekdays, so does his friend. Bağışlayın, 11 yox, 12:30. Qeyd 11. Never, no longer, no more, no hardly, neither of olan cümlələr inkardır. İnkar olduqlarına görə bizim cavablarımız da inkar cavablar olmalıdır. Məsələn, we met him no more. No, artıq bizdə no iştirak edibsə də cümləmiz inkardır, cavab da inkar olmalıdır. Neither did I. He never writes to us. Neither does she. Qeyd 12. Cümlə asılı forma yəlik əvəzliyi ilə bitə bilməz, ancaq müstəqil yəlik əvəzliyi ilə bitə bilər. Aslı forma yəlik əvəzlikləri my, your, his, her, our və your, their. Bax, bunlar ilə cümləmiz bitə bilməz. Ancaq müstəqil yəlik əvəzliklərimiz mine, yours, his, hers, ours, yours, theirs, bunlar ilə cümləmiz bitə bilər. Məsələn, her friends are in Georgia, so are mine. Deyə bilmərik my. Qeyd 13. Apostrof s bizim cümləmizdə is də ola bilər, has da ola bilər. Biz bunu necə ard etməliyik? Mark's looking for another job, so is Nelly. Nə bildik ki, burada apostrof s to be feilinin is formasıdır. Çünki ondan sonra feilimiz ing-li gəlib. Deməli, bu present continuous indiki davam edici zamandır. İndiki davam edici zaman isə to be feili ilə düzəlir. Anne's good at learning language, so is her sister. Nə bildik ki, apostrof s isdir? Çünki good at ifadəsi be good at ifadəsidir. Deməli, qısaldılmış s is formasıdır. Cavabda da is iştirak edir. Mary's got a new job, so has her friend. Cavabda has işlətdik. Biz nə bildik ki, apostrof s has'ın qısaldılmış formasıdır. Çünki bizim ifadəmiz has gotdur. Qeyd 14. Söz sırasına mütləq şəkildə diqqət etməliyik. So və yaxud neither bunlardan sonra mütləq şəkildə köməkçi feil, sonra isə axırda mübtada gəlir. Və mübtada xəbər uzlaşmasına diqqət yetirməliyik. Variantdakı xəbərin tək və ya cəm olması variantdakı mübtadadan asılıdır. My sister sings well, so does my brother. Does, niyə? Mübtada brother, üçüncü şəxsin təkindədir. Və yaxud so do my brothers. Niyə do? Çünki mübtadan brothers mübtadan brothers cəmdədir. Ona görə də köməkçi do-dan istifadə edirik. Bu qayda çətin qayda deyil. Onu tam dinləsəniz, yadda saxlasanız, bu üzrə testləri çox asanlıqla yerinə yetirə bilərsiniz.